Ötən il ölkəmizdə minimum əmək haqqı 16%, pensiyaların minimum məbləği isə 14,3% artıb. Nəticədə 3 milyondan çox vətəndaşımız bu sosial islahatlardan yararlanıb. Demokrat xəbər verir ki, bunu Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin bugün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib. O qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsində sosial xərclər büdcənin 41%-ni təşkil etməklə 17,1 milyard manat həcmində nəzərdə tutulub. Əmək pensiyalarının orta aylıq məbləği 2025-ci ildə 540 manat təşkil edib. 2026-cı ildə isə 590 manat olacağı nəzərdə tutulur. Bu il yaşa görə pensiyanın orta aylıq məbləğinin ötən ildəki 576 manatdan 53 manat artırılaraq 629 manata yüksəlməsi proqnozlaşdırılır. Pensiyaların minimum məbləğinə görə Azərbaycan dollar ekvivalenti ilə MDB məkanında ikinci yerdə, orta aylıq məbləğinə görə isə birinci yerdə qərar tutur. Əvvəlki illərdə olduğu kimi cari ildə də əvəzetmə əmsalı orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqına nisbəti 50,4% təşkil etməklə Beynəlxalq Əmək Təşkilatının sosial təminatının minimum normaları haqqında müvafiq konvensiyanın tələblərinə cavab verəcək. Bu rəqəmlər hər şeydən əvvəl gündəlik xərclərin daha rahat qarşılanması və inflyasiya təzyiqinə qarşı dayanıqlılıq deməkdir. Pensiyaların aylıq gəlirinin 53 manat civarında artması onların dərman, qida və kommunal xərclərini ödəmək imkanlarını genişləndirir. Xüsusilə büdcənin 41%-nin sosial sahəyə ayrılması o deməkdir ki, dövlət iqtisadi artımı birbaşa insanların rifahına yönəldir. Bu, aşağı gəlirli ailələrin sosial müdafiə şəbəkəsi ilə daha etibarlı şəkildə əhatə olunması və həyat standartlarının MDB miqyasında ən yüksək səviyyələrdən birində qorunub saxlanması mənasına gəlir.